İnsan çox vaxt tək olduğunu zənn edir. Halbuki Quran və hədislər bizə bildirir ki, hər bir insanın ətrafında görünməz varlıqlar, mələklər var, onlar insanı qoruyur, qeydlər aparır, dua zamanı ətrafını sarır, yolda onu müşayiət edir və hətta ölüm anında belə insanı tək buraxmırlar. Bu videoda mələklərin insanı hansı anlarda qoruduğunu Quran, sünnə və Əhl-i Beyt hədisləri əsasında geniş şəkildə açıqlayacağıq. 1. Mələklərin insanla birlikdə olması, Quranın açıq buyruğu. Qaf surəsi 17-18 ayələr insanın sağında və solunda iki gözlü mələk oturur. İnsan bir söz deməz ki, onun yanında hazır gözətçi mələk olmasın. Bu ayə həm sünni, həm şiə təfsirlərində insanın daim mələklər tərəfindən müşahidə olunduğu kimi izah edilir. Bu gözcü mələklər həm də insana zərər toxunmamasında rol oynayırlar. 2. Hifz mələkləri, insanları qoruyan mələklər. Quran Rəd surəsi 11, insan üçün önündən və arxasından Allahın əmri ilə onu qoruyan mələklər var. Bu ayəyə görə insanın ətrafında hifz mələkləri adlı qoruyucu mələklər var. İbn Abbas rəvayət edir, Allah insanı qoruması üçün mələklər təyin etmişdir. Onlar qəzalardan, bəlalardan və cinlərin şərindən onu qoruyarlar. İmam Cəfər Sadiq buyurur, əgər insanın ətrafındakı qoruyucu mələklər olmasaydı, şeytan onu bir an belə rahat buraxmazdı. Hər iki mənbə təsdiqləyir, insan görünməz bir qoruma ordusu ilə əhatə olunub. 3.